Bu dərsdə texniki rəsmin nə olduğunu öyrənəcəksiniz. Bundan əlavə olaraq SolidWorks-a düzgün şəkildə texniki rəsm necə hazırlanır, bunlar haqqında məlumat verəcəm. Sizə fərqli istehsal növləri ilə necə texniki rəsmi hazırlamaq lazımdır, bunları göstərəcəm gələcək dərslərimizdə və bu dərsdə sadəcə texniki rəsmə kiçik bir giriş eləyəcəm və bəzi modellərin hansı ki bizim 3D-də model etdiyimiz bəzi partların texniki rəsmlərini görəcəksiniz. Əvvəlcə texniki rəsmə necə getmək lazımdır, onun haqqında məlumat verim sizə. SolidWorks-u bağlayıram buradan. İlk SolidWorks-u açdığınız zaman belə bir pəncərə açılır. Hətta sağ tərəfdəki hissə də olmaya bilir. Bu şəkildə olur. Sağ tərəfdəki hissəni gətirmək üçün hər hansısa bir ikona burada klik edib, daha sonra bunu pin olaraq qoysanız, daim olaraq orada qalacaq. Mən hal-hazırda boşluğa klik edirəm və o getmir, sağ tərəfdəki hissə getmir. Bunu unpin eləsəniz, siz boşluğa klik elədiyiniz zaman avtomatik olaraq sağ tərəfdəki pəncərə öz-özlüyündən bağlanmış olacaq. Bundan əlavə olaraq siz xatırlayırsınızsa, biz New-ya klik elədiyimiz zaman sadəcə part ortamına gedib, bütün çəkimlərimizi 2D-də edib, sonra 3D-yə çevirdik part ortamında. Texniki rəsmə keçid isə ən axırıncı drawing hissəsi olacaq. Drawing hissəsinə klik edib, OK bastığımız zaman bizə drawingin pəncərəsi açılacaq bu şəkildə və bizdən hər hansısa 3D-də düzəltdiyimiz modelin texniki rəsmini hazırlamaq üçün belə bir pəncərə açacaq. Bu 3D modeli bura gətirəcəyik, daha sonra texniki rəsmini hazırlayacağıq. Buradan browse deyib istədiyiniz kimi model seçə bilərsiniz. Fərqli modellər seçib burada gətirib texniki rəsmini hazırlaya bilərsiniz. Mən sizə daha qısa yolunu göstərəcəm. Biz bu şəkildə giriş etməyəcəyik. Sadəcə texniki rəsmin ilk giriş pəncərəsini görmək üçün bunu sizlə birlikdə açdım. Buna cancel eləsəm, daha sonra buradan səhvliklə cancel eləyib, buradan yenə modelin özünü gətirə bilərik. Yenə bura klik elədiyimiz zaman model view-dan yenə modelin özünü gətirib, yenə texniki rəsmə davam edə bilərik. Burada fərqli annotation, sketch və ya markuplar falan görəcəksiniz. Bunların içərisində fərqli toollar olacaq, alətlərin istifadə qaydalarını görəcəksiniz gələcəkdə. Amma ondan əvvəl mən sizə texniki rəsmdə önümüzdə duran pəncərə haqqında biraz məlumat vermək istəyərdim. Əvvəlcə title blokla tanış olacaqsınız ki, bu title blok bütün texniki rəsmin bilgilərini özündə daşıyan bir table olur, belə deyək. Burada məsələn texniki rəsmin adı olur, kim tərəfindən edilib, nə zaman edilib, texniki rəsmin ölçüləri nədir, neçə dənə məsələn sheetdən ibarətdir. Hal-hazırda bizdə bir sheet var. İkinci sheetə açmaq istəsək, sağ klik edib, buradan new sheet, add sheet eləyə bilərik. Təzə bir sheet açılacaq və artıq bu ikinci sheetə keçid eləyəcək və orada da 2 of 2 göstərəcək bu şəkildə, yəni 2 of 2 göstərir. Belə deyək, bu da 1 olaraq qalır. Burada texniki rəsmin adı olur. Bizdə hal-hazırda drawing 1 yuxarı tərəfdə yazılıb, görürsünüz yəqin ki. Bizim də texniki rəsmin adı avtomatik olaraq drawing 1 olaraq bura qeyd edir. Burada texniki rəsmimizin, yəni bizim sheetimizin formatını göstərir. A3 formatında da hal-hazırda. Sizdə ilk açıldığı zaman bu pəncərə gəlməyə bilər. Sizdə necə bir pəncərə gələ bilər? Məsələn, bu sheetə properties desəm, sizdə belə bir pəncərə açıla bilər. Oradan gəlib A3'ü seçib apply changes desəniz, bəs eləyir. Bundan sonra avtomatik olaraq sizdə A3 formatında olan həmin bu sheet açılacaq. Bunu bəs biz şablon hala gətirmək istəsək nə etməmiz lazımdır? İlk öncə bunu etməyinizi xahiş edirəm ki, hər dəfə açdığı zaman sizdə formatlar istəməsin, A2, A3, A4. Buradan avtomatik olaraq A3 formatı açılsın. Siz gəlib sheetə right click edib properties'e getdiyiniz zaman buradan istədiyiniz kimi sonradan A4'ə dəyişə və ya A2, A1'ə keçid edə bilərsiniz. Məsələn, A4'ü seçib apply changes desəm, sheet avtomatik olaraq A4 formatına dəyişir. Bu şəkildə olur. Yəni ölçüsü kiçilir və ya
necə eləyə bilərəm? Properties'dən gəlib A2-ni seçsəm, apply changes eləsəm, sheet avtomatik olaraq A2-yə dəyişəcək. Yenə ölçülər bu şəkildə dəyişmiş olacaq. Biz ən çox A3-dən istifadə edəcəyimiz üçün A3'ü apply changes deyirəm və şablon olaraq indi bunu necə save eləmək lazımdır onu göstərəcəm sizə. Əvvəlcə ən önəmli hissə sağ tərəfdə sizin ölçülerinizdir ki, onları ayarlamaq lazımdır. Millimetre olaraq bunu hər zaman klik edin. Sizdə inç olaraq bu şəkildə açıla bilər. Biz ölçüləri inç olaraq verməyəcəyik. Çünki biz Amerika və ya Kanada standartları ilə getmədiyimiz üçün millimetre olaraq verəcəyik ölçülərimizi. Millimetre olaraq seçirik. Gələcəkdə hər hansısa bir Kanada və ya Amerikan şirkətində işlədiyiniz zaman bunu inçə dəyişib o şəkildə davam edə bilərsiniz. Daha sonra heç bir çəkim qoymadan bura və ya heç bir dəyişiklik etmədən A3 formatında olduğu təqdirdə gəlin buradan bura klik edib save as deyin. Daha sonra bunun formatını, yəni hal-hazırda SolidWorks Drawing formatındadır. Buradan gəlib template olaraq dəyişmək lazımdır. Burada gördüyünüz Drawing Template isə klik edirsiniz. Daha sonra belə bir pəncərə açılır sizdə. Sonra buna klik edirsiniz. Yəni buradakı hal-hazırda olan template drawing-inə klik edib save-i basırsınız. Mən indi cancel-ı basacağım çünki save etmişəm bir dəfə. Save-i basdıqdan sonra avtomatik olaraq siz drawing açdığınız zaman belə bir pəncərə qabağınıza çıxacaq. Heç bir şey sizdən soruşmayacaq. Sonra nə etmək lazımdır? Onlar haqqında məlumat verək. Əvvəlcə mən buradan çıxıram. Artıq bu format mənə lazım deyil. Hətta buradan heç bir drawing açmayacağım. Drawing'ə heç vaxt buradan girməyəcəyik. Bunu yadınızda saxlayın. Necə girəcəyik bəs drawing'ə? Məsələn, burada olan bir modelimizi açmağa çalışaq. Bu arada biz drawinglərimizi belə bir pəncərə gətirim sizin üçün. Biz drawinglərimizi bu şəkildə edəcəyik. Yəni bizim partlarımız 3D'də çəkdiyimiz partlarla eyni olacaq ki, sizə dərsdə göstərdiyim partların çəkimlərini, drawinglərini necə çıxarmaq lazımdır, onları yaxşı anlayasınız. Bu şəkildə daha rahat olacaq. Çünki bir modeli özünüz modelləmişsinizsə, onun drawingin, yəni texniki rəsmin çıxarmağınız daha rahat olacaq. Çünki necə model etdiyinizi bilirsiniz və ölçülərini necə verməniz gərəkdiyini siz daha yaxşı biləcəksiniz. Bunu da gələcəkdə daha yaxşı başa düşəcəksiniz nə demək istədiyimi. Hal-hazırda bu şəkildə yadda saxlayın. Deməli, nə edirik? Məsələn, birinci partıma girirəm burada. Normal part açırmış kimi. Bu şəkildə partımı açıram. Daha sonra bu partın texniki rəsmini çıxarmaq istəyiriksə, bu yolları izləyəcəyik. Deməli, gəlirik yuxarıdan New hissəsi yadınıza gəlir yəqin. Onun sağında kiçik bir ikon var. Ona klik edirik. Daha sonra Make Drawing from Part or Assemble hissəsi var. Biz bu partın drawingin, yəni texniki rəsmini çıxarmaq istəyiriksə, buna klik edəcəyik və avtomatik olaraq bu partın içərisindən bu partın texniki rəsminə gedəcək. Yenə A3 formatında açılır. Bu partın adıyla eyni adda olur. Bu şəkildə olur və bizim şitimizi avtomatik olaraq gəlir bu şəkildə ortaya qoyur. Əvvəlcə nədən başlayaq? Bizim şitimiz tamamilə bizim pəncərəmizin ortasında olmalıdır. Əvvəlcə bundan başlayaq. Bunu necə eləyəcəyik? Mouse'un orta topuna 2 dəfə klik elədiyimiz zaman tam ortaya qoyur bizim şitimizi. Bəzən F düyməsi də edə bilir. Mən F düyməsini dəyişdiyim üçün keyboardda hal-hazırda edə bilmirəm. Amma mouse'u 2 dəfə klik elədiyimiz zaman orta düyməsinə 2 dəfə klik elədiyimiz zaman ortalayır bizim üçün. Bu şəkildə gətirir. Bunu ampin eləyirəm. Sağ tərəfə gələcəm. Onun haqqında məlumat verəcəm sizə. Məsələn, tutaq ki, belə bir situasiya alınıb. Mən 2 dəfə klik elədiyimiz zaman avtomatik olaraq bu şəkildə gələcək. Bu sizə çox kömək olacaq. Bəzən ola bilər ki, drawingimizin içərisindən buralara səhvliklə nəysə qoya bilirik. Biz bu şəkildə elədiyimiz zaman onu da bizə göstərəcək və onu silməmiz gərəkdiyini biləcəyik o zaman. Və ya burada
Zoom to fit özelliği var. Buna da klik etseniz yine otomatik olarak sheetimizi bu şekilde ortalayacak. Sonra en önemli hisse ise sağ hissədir hal-hazırda. Sağ hissədən gəldik view hissəsinə giriş edirik burada. Bizim modelimizin hal-hazırda görünüşləri sağ hissədə bizə verir. Məsələn, top view'su verir, front'u verir, right'ı verir. Bunu tutup sol düğme ilə basıp saxladığımız zaman, sonra çəkdiyimiz zaman bu şəkildə gətirə bilirik sheetimizə. Məsələn, bu şəkildə gəlir. Dediğim kimi, bura klik eləyin birinci, bunu pin eləyin. Çünki bu pəncərə bizdə ən önəmli pəncərədir. Modelimizin görünüşləri bu pəncərə üzərindən gəldiyi üçün bu hər zaman pin olaraq qalsın. Burada bunu bir də silirəm. Gəlib delete eləyib silə bilərsiniz bu şəkildə. Məsələn, front view-mu gətirirəm. Daha sonra sağa getdiyim zaman mənim sağ view-mu, right view-mu, yəni avtomatik olaraq çıxardır. Mən heç bir şey klik eləmirəm, sadəcə mouse'u oynadıram hal-hazırda. Yuxarı getdiyim zaman top view-mu göstərir. Aşağı getdiyim zaman bottom view-mu göstərir bu şəkildə. Və ya diagonalına getsəm, bu şəkildə izometrik view-mu göstərir. Buradan da istədiyiniz kimi, məsələn, izometrik view-nu bura qoya bilərəm. Sonra məsələn, right view-nu qoya bilərəm bura. Sonra top view-nu bura qoya bilərəm. Bunu bağlamaq istəyirsinizsə, auto start'a unclick eləyin burada. Unclick elədiyimiz zaman, məsələn, yenidən məsələn, burada OK vurup bunu bitiririm. Daha sonra gəlirəm məsələn, top view-mu gətirirəm bura. İndi top view-mu gətirdiyim zaman çölə qoyuram hətta. Hal-hazırda gördüyünüz kimi heç bir şey çıxmır artıq. Görünüşdən heç bir şey çıxmır. Və avtomatik olaraq özüm bağladı. Məsələn, bunu klik eləyib top view-nu gətirsəm, indi isə avtomatik olaraq özünün görünüşlərini yaratmağa çalışır. Bu şəkildə yenə izometrik görünüşləri çıxır. Bunu hər zaman klik eləyib işlətsəniz daha yaxşı olar. Görünüşləri qoyun, daha sonra silsəniz daha yaxşı olar, belə deyək. Tutaq ki, klik eləmək yaddan çıxdı bunu və ya yeni görünüş yaratmaq istəyirsiniz. Onda nə edə bilərsiniz? Buradan gətirib, right görünüşü gətirib buna qoya bilərsiniz. Yəni, məsələn, tutaq ki, right görünüşü bu şəkildə eləyək. Gələk, buradan topu silək. Hətta bu görünüşlərimizi silək. Top view-muzu gətirək, daha rahat olsun. Belə deyək. Bu görünüşlərimi silirəm. Front view-mu aşağı qoyuram. Bu front view-dur mən birinci gətirdiyim. Top view-mu gətirdiyim zaman buna yaxınlaşdırdığımda avtomatik olaraq, məsələn, hal-hazırda vertikal olaraq bunu maqnit olaraq özünə çəkəcək. Görürsünüz, yaxınlaşdıranda avtomatik olaraq çəkir. Artıq buna hizalaya bilir. Mən buraxdığım zaman bununla hizalanmış şəkildə qalır. Hal-hazırda bununla hizalanıb və sağa sola hərəkət elətdirə bilmirəm mən. Və ya yenə right view-mu gətirsəm, artıq bununla hizalayır. Yaxınlaşdırıram, hizalayır. Buraxsam, yenə hərəkət elətdirəməyəcəm. Sağa sola elətdirə bilirəm, amma yuxarı aşağı elətdirəmirəm. Çünki horizontalda buna istiqamət verə bilirəm, location verə bilirəm, amma vertikalda bunu fix deyir, elə deyək. Məsələn, yaxınlaşdırsam, qoymasam ora, buralara bir yerə qoysam, o zaman necə olur? Bu artıq free bir view olur. Bunu hərəkət elətdirirsiniz və heç yerə bağlılığı yoxdur hal-hazırda. İstədiyiniz kimi hərəkət elətdirə bilirsiniz. Bəs gətirəm, yaxınlaşdırıram, ondan sonra maqnit kimi buna əlaqə verə bilmirəm, belə deyək. Bu necə etmək olar? Gəlin buna sağ klik eləyin. Daha sonra alignment hissəsi var. Alignment'a gelin. Alignment'dan horizontal və ya vertikal olaraq əlaqələr verə bilərsiniz. Məsələn, horizontal by center desəm, yəni mərkəzlərə görə horizontallıq əlaqəsi verəcək. Buna klik eləyirəm. Daha sonra hansı modelə görə mənim modelimi alignment eləməyimi istəyir? Mən deyirəm, bu modelə görə alignment elə. Avtomatik olaraq gəldi bura, gördüyünüz kimi. Mən yuxarı aşağı hal-hazırda hərəkət elətdirə bilmirəm. Yenə sağa sola hərəkət elətdirə bilmirəm. Gəlib buna right klik eləyib, yenidən alignment'a gəlib break alignment desəm, artıq bu free olacaq, yenə hərəkət elətdirə bilirəm. Gətirib bura qoysam, məsələn, yenə right klik eləyib, alignment'a getsəm, bu səfər horizontal deyil, vertikala klik eləsəm, daha sonra gəlib buna klik eləsəm, artıq vertikal olaraq buna
əlaqə verir və yuxarı aşağı hərəkət elətdirə bilirəm, amma sağa sola hərəkət elətdirə bilmirəm. Bunları yavaş-yavaş silək və əsas məsələlərə keçək. Bu arada yaddan çıxarmayın. Məsələn, modelin özünə klik elədiyiniz zaman modeli seçər. Hal-hazırda görürsünüz, ikonu görürsünüz, partın ikonunu verib. Amma modelin kənarlarına getdiyiniz zaman move'a çevrilir bu. Yəni modeli buradan tutub hərəkət elətdirmək olmur. Mümkün deyil bu modelin üzərindən. Amma bu kənarlara getdiyiniz zaman move ikonu gəldiyi zaman, məsələn buradan da hərəkət elətdirmək olur. Move ikonu gəldiyi zaman move ikonunu seçib, yəni kənardan seçib bu şəkildə hərəkət elətdirmək olur. Bu da yaddan çıxmasın. Deməli belə. Deməli biz hal-hazırda texniki rəsmdəyik. Bəs modelə necə keçid eləyə bilərik burada? Burada SolidWorks-ə gəldiyim zaman file seçənəkləri çıxır, insert çıxır. Uzaqlaşdığım zaman onlar gedir avtomatik olaraq. Yenə gəlirəm, bu şəkildə çıxır. Bunu pin eləyə bilərsiniz. Bu şəkildə qalsın. Daha sonra buradan Windows'a gedib burada part və texniki rəsm arasında keçid eləyə bilirsiniz. Gəldiyiniz zaman da kiçik ikon şəklində zaten sizə göstərir. Yəni kiçik şəklini göstərir ki, partınız budur. Buna bassam mən avtomatik olaraq partıma keçid eləyəcək. Yenə Windows'a gedib texniki rəsmə buradan keçid eləyə bilərəm. Daha qısa yol necədir? Bizim modelimizin hər hansısa bir viewsuna sağ klik eləyib buradan partımıza birincidən keçid eləyə bilirəm. Bu şəkildə yenə. Windows'dan yenə geri qaydıram bura. Daha qısa yol nədir? Yəni tez-tez keçid eləmək istəyirsinizsə kontrolu basıb saxlayın, sonra bir dəfə təbə basın, bu şəkildə çıxır. Modelimiz artıq bu şəkildə, məsələn, gəlib burada Control Tab buraxsam, keçid eləyir. Control Tab tez-tez basıb buraxıram, bu şəkildə modellər arasında bu şəkildə keçid eləyə bilərsiniz. Hal-hazırda sizə çox önəmli gəlməyə bilər bu, amma gələcəkdə çox kompleks modellərdə tez-tez 3D modelə gedib, bu şəkildə hərəkət elətdirib, harada nə var idi yadınıza sala bilərsiniz. Tez-tez belə baxa bilərsiniz. Əslində bu çox önəmli funksiyadır. Gələcəkdə lazım olacaq. Yenə Control Tab-lə qaydıram modelimə. Bunu silirəm yavaş-yavaş. Dediyim kimi, bu title block haqqında sizə kiçik bir məlumat verdim. Gələcəkdə bu title bloku necə doldururuq, doğru metodikalar nələrdir falan. Bunlar haqqında da məlumat verəcəm. Və rahatlıqla bu title bloku da doldurub və real proyektlərdə bunları necə həyata keçirik, onları görəcəksiniz, belə deyək. İndi yenə normal deyirəm bu şitə. Ondan sonra nə etmək lazımdır? İlk edəcəyiniz şey budur ki, texniki rəsmin görünüş metodikası var, onunla tanış olmaq lazımdır. Görünüş metodikası nədir? Birinci ondan bəhs edeyim. Texniki rəsmdə şirkətlər fərqli metodikalar seçə bilir. Yəni belə deyək. Mənim sizə öyrədəcəyim metodika, hal-hazırdakı metodika ən önəmli və ən çox işlənilən metodikalardan biridir. Bu nə deməkdir? Burada view'larınızı görürsünüz yəqin ki. Bu view'lardan, məsələn, gələk biraz daha böyük edək, aydın olsun, onları da göstərək. Okay, bu view'lar necə gələcək? Belə deyək. Hər zaman çalışın ki, front view'nu gətirin bura qoyun. Front view'nu qoydunuz bura. Tutaq ki, birinci view. Sonra auto start burada klik olsun, unclick eləməyin bunu. Auto start klik olduğu üçün avtomatik olaraq front view'lardan fərqli view'lar çıxacaq ortaya. Front view'dan yuxarı doğru bizim top view'umuz olacaq. Top view'nu bu şəkildə gətirin. Daha sonra sağa doğru bizim right view'umuz olacaq. Right view'nu da bu şəkildə gətirin. Diagonalına isə izometrik view olacaq. İzometrik də bu şəkildə gətirin və modeliniz tamamlansın. View'ları bu şəkildə rahat göstərin. Ondan sonra isə hansı view'lar sizə önəmli deyilsə, onları silə bilərsiniz. Amma metodika bu şəkildə gedir. Yəni L formasında olur hər zaman. Front view, top view və right view. Bu şəkildə və L-dən də bir diagonal çıxır. Burada da izometrik. Bu şəkildə yadda saxlayırsınız. Yəni
L formatı və belə bir xətt buradan. Bu da izometrik olacaq. Dediyim şeyləri bir-bir həyata keçirək. Front view-mu gətirib qoyuram bura. Yuxarıya top view-mu çıxardıram. İndi məsələn yuxarıya məndə belə bir autostart çıxır. Top view-mu. Sağa isə right view-mu çıxardıram. Diagonalına isə diagonalına gəlirəm bu şəkildə. İzometrik çıxardıram. Və S-i basıb bitirirəm komutu. İndi nə edəcəm? Bunları biraz düzənləyək. Elə yerlərə qoyaq ki, rahat olsun. Mən gördüyüm qədərilə front view-la right view bir-biri ilə tamamilə eynidir. O zaman nə edə bilərik? Right view-nu silə bilərik buradan. Bu arada tamamilə eyni dediyim ölçüləri də tamamilə eynidir. Shape-i deyil. Ölçüləri də tamamilə eynidir. Məsələn, burada ölçü verməni sizə göstərim. Eyni 2D-dən heç bir fərqi olmadan ölçüləndirmə edirsiniz. Smart Dimension seçeneği var. Kısa yol tuşu isə mən S olaraq qoymuşam. S'i bastığınız zaman bu şəkildə gəlirsiniz. Bunun ölçüsü 100'dür mü? 100'dür. Bunun ölçüsü 100'dür mü? 100'dür. Ya biz bunu model ettiğimiz için biz bunu bilirik. Ölçüləri 100'dür. Onun üçün deyirəm, əgər siz model etmişsinizsə, texniki rəsmi sizdən daha yaxşı başa düşəcək biri yoxdur əslində. Onun üçün mən bilirəm, bunların ölçüləri tamamilə eynidir. Bir də bütün ölçüləndirməni etməyəcəm. Sağdakı görünüşü silirəm. Ehtiyac yoxdur. Təkrar olur. Sadəcə front və topu saxlayaraq mən bunu izah edə bilərəm ki, artıq mənim drawingim nəyə oxşuyur və izometrikə də bura qoyuram. İzometrikə bu şəkildə klik elədiyiniz zaman məsələn, solda bir pəncərə çıxır. Yəqin fikir vermişsiniz. Bu pəncərəni biraz böyüdək. Bu pəncərə haqqında məlumat verim. Bu pəncərədə bizim 3D-də, məsələn, bunun içərisinə geçsək 3D-yə, 3D-də burada sizə fərqli görünüşlər göstərmişdim. Məsələn, karton görünüş var idi və ya bu şəkildə tel qəfəs görünüşlər var idi. Bu hidden line-ları göstərirdi bu şəkildə və ya hidden line-ları normal line olaraq göstərirdi. Yəni, belə görünüşlər var idi. Bu görünüşləri drawing-də də vermək olur və ən önəmli isə drawing-də vermək çox önəmlidir bunları. Məsələn, izometriki bu şəkildə rəngləndirin. İzometrik görünüşə klik edirik. Rəngləndirməni basırıq. Bu şəkildə izometriki rəngləndirin ki, dərinliklər çox rahat şəkildə başa düşülsün. Modelimiz necə görsənir. Hətta buna draftdan high quality-yə çevirib biraz daha yaxşı görünüşünü göstərə bilərsiniz. Buna OK basın. Bunu bitirin. Hal-hazırda bizim A3'ümüzün öz ölçüsü var. Yəni A3'ümüzün ölçüsü budur. Bir də A3'ün içərisindəki scale ölçümüz var. 1'in 1'ə scale'imizdir. Biz bunu dəyişə bilirik. Məsələn, izometrik klik eləyib, gəlib burada use sheet scale var və ya use custom scale var. Biz sheet scale desək, sheet'in scale'i nədirsə ona çevirir. Sheet'in scale'ini hardan görə bilərsiniz? Buradan görə bilərsiniz. 1'in 1'ədir. Buradan gördüyünüz kimi. Məsələn, bunu 1'in 2'yə çevirsəm, avtomatik olaraq hamısı kiçiləcək bu şəkildə. Və ya 1'in 1'ə qaytarsam, bu şəkildə olacaq. Məsələn, hamısını kiçilməyini istəmirəm. Sadəcə bunun sheet'ə uyğun olmadan özünün individual olaraq ölçüsünü kiçilmək istəyirsə, custom scale'dan istifadə edib, burada istədiyiniz kimi dəyişə bilərsiniz. Məsələn, gələm burada 1'in 5'ə deyirəm. Sonra OK bastığım zaman dəyişmədi, çünki buna klik eləməmişdik. 1'in 5'ə deyirəm, gördüyünüz kimi bu şəkildə dəyişir. OK bastığınız zaman 1'in 5'i olaraq qalır. Bunu tövsiyə eləmirəm. Gəlin sheet scale olaraq bunu hər zaman dəyişin. Ümumi ölçüləri dəyişmək daha yaxşıdır. OK, bu şəkildə qalsın. Yavaş-yavaş ölçüləndirməyə keçək. Dediyim kimi, burada L shape-in yadda saxlayın. Birinci format budur. Step by step getmək lazımdır. Birinci step nədir? Bir də gələk, bunun haqqında məlumat verək. Bu arada sizdə bəzən belə bir sorun çıxa bilər. View'ları göstərməyə bilər. Gəlin buradan refresh eləyin. Bu şəkildə gəlir, bizim view'larımız təzədən görsənir. Burada da partımızı yəni bizim drawing eləyəcəyimiz partın seçildiyindən əmin olun. Bizdə sadəcə arxa fonda bir part olduğu üçün burada bir part seçir. Fərqli partlar olduğu zaman yerləri dəyişə bilər. SolidWorks-un bəzən beyni qarışa bilər bu şəkildə.
Deməli, yenə dediyim kimi bu çox önəmli olduğu üçün sizə yenə göstərmək istəyirəm. Front view'nu gətirdim. İlk olaraq frontdan top çıxartdım. Top olacaq. Burada front olacaq. Sonra right'ı da çıxartdım. Sonra izometrik də çıxartdım. İzometriki istədiyiniz kimi gətirib bura qoya bilərsiniz. İzometrik heç nədən asılı olmur. Free olaraq qalır. Hara uyğundursa gətirib qoya bilərsiniz. Daha sonra right lazım olmadığı üçün sildim. Bax, ilk stepimiz budur. Hər zaman bunu edin ölçüləndirmədən əvvəl. Görünüşləri qoyun. Daha sonra nə edirik? Bunların yavaş-yavaş ölçüləndirməsini edirik. Ölçüləndirmə nədir? 2D'də sizə göndərdiyim şəkillərin reverse-ını edəcəyik. Yəni tərsinə mühəndis olaraq edəcəyik. Biz onları çəkdik modelimizi. Daha sonra bu modelin ölçüləndirməsini göstərib bunları emalata göndərəcəyik. Belə deyək. Yaddan çıxarmayın ki, emalata göndərdiyiniz zaman sadəcə və sadəcə texniki rəsm və bu PDF formatı gedir emalata. Digərləri isə bizim SolidWorks modellərimiz falan bunlar emalata getmir. Onlara lazım olan PDF'lər və sadəcə texniki rəsmlərdir. Hər kəsin qabağında bir kompüter olmur. Bunu PDF-ləri printerdən çıxardım. Bəzən 10-15 adama belə paylayıb o şəkildə baxa bilirlər. Onun üçün SolidWorks-da, dizaynda, mexanika dizayn mühəndisləri üçün texniki rəsm ən önəmli hissələrdən biridir. Çünki emalata gedən tək şey budur. Emalat və istehsalat nədir? Bunlara kiçik toxunaq. Məsələn, emalat növləri görəcəksiniz və emalat növlərinə uyğun dizaynlar görəcəksiniz. Daha sonra emalat növlərinə uyğun dizaynların texniki rəsmlərin çıxarılmağını görəcəksiniz və ən önəmli xüsusiyyət də budur. Mexanika dizayn mühəndisləri üçün əgər dizayn etdiyiniz bir şey emalata uyğun deyilsə və emalata verilmirsə, o dizaynın heç bir önəmi qalmır. O sadəcə kompüterdə duran, görsəli yaxşı olan bir grafik dizaynla başqa heç bir fərqi yoxdur. Sadəcə və sadəcə kompüterdə açıb baxmaq üçün lazım olur. Real həyata keçid edə bilmir bu, emalata da uyğunluğu olmur. Onun üçün emalata uyğun olmaq üçün birinci emalata uyğun dizayn olmalıdır, ikinci emalata uyğun olaraq texniki rəsm çıxarılmalıdır. Deməli, istehsalat növləri nədir? Əvvəlcə onlara tanış olaq. Fərqli istehsalat növləri var. 3D çaplardır. Məsələn, burada texniki rəsm heç çıxarılmır. Qaynaqlardır, sac metallardır, inject moldinglərdir, vakumlardır, sonra tökmələrdir, castinglər, CNC emallar var, səth işləmələri var. Məsələn, 3D çaplarda heç bir texniki rəsm çıxarmadan sadəcə proqramın, yəni özünün formatını dəyişərək, modelin formatını dəyişərək verilir. Bunları bir-bir irəli səviyyədə, irəli SolidWorks-da məlumatlarını verib və hamısını necə emalata uyğun şəkildə modelləmək lazımdır, bunları göstərəcəm. Qaynaqları necə modelləyirik? Yaddan çıxarmayın ki, SolidWorks-da bunların hamısının bir-bir funksionallığı var. Məsələn, qaynaqlar, weldmentlar. Sadəcə qaynaq olanların bu şəkildə burada hazırlanmaları var. Bunlar haqqında çox geniş məlumatlar verilir texniki rəsmdə. Bu emalat növlərindən əlavə olaraq modelləməni çox yaxşı öyrədilir. Belə deyək. Daha sonra sac metalların da yerə SolidWorks-da özünün funksiyaları var. Sac metallar funksiyalarından istifadə edərək elə modelləmələr eləyəcəyik və texniki rəsmlərini çıxardacağıq. Yenə inject moldinglər də var. Molding funksiyaları, vakum formalaşması funksiyaları. Bunların hamısının SolidWorks-da çəkimləri fərqlidir. Çünki biz emalata uyğun çəkimlər edirik ki, düzgün şəkildə modelimizi fabricationa verə bilək. Şirkətlərin istədikləri budur. Şirkətlər görsəli yaxşı olan bir şey istəmirlər. Həyata keçən proyektlər istəyirlər. Bunu yaddan çıxarmayın. CNC emallar bizim ən çox gedəcəyimiz hal-hazırda CNC emallar üzərindən olacaq. Bu texniki rəsmlərdə CNC emala uyğun olaraq çıxarılan texniki rəsmlər olacaq. Bunlar haqqında kiçik məlumat verdiyimə görə yavaş-yavaş keçid edək biz texniki rəsmimizə necə ölçüləndirmə etmək lazımdır. Texniki rəsmdə ölçüləndirmədə 2D-dəki ölçüləndirmə ilə eyni edəcəyik. Bunun ən yaxşı yolu nədir? Siz bunu emalata verən insan olaraq özünüzü təsəvvür edirsiniz və hansı ölçülərin verilsə, siz bunu yenidən dizayn edə bilərsiniz. Onu fikirləşərək gedirsiniz. Burada
Məsələn, ölçüləndirmələr bu şəkildə göstərilir. Bunları göstərirəm sadəcə. Bunları bir-bir edəcəyik. Bunların heç bir önəmi yoxdur hal-hazırda. Sadəcə ölçüləndirmələr bunlardır. Bunlar haqqında məlumat vermək üçün göstərirəm. Bunların hamısını bu şəkildə seçib silə bilərsiniz. Modelimizin viewsunu seçmirik bu şəkildə. Delete edirik, silirik. Ölçüləndirmə stepləri nə olacaq? Birinci step, yaddan çıxarmayın, overall dimensionları göstərəcək. Birinci stepdə overall dimensionları göstərəcək. Overall dimensionlar nədir? Bizim modelimizi bir qutunun içərisinə qoysaq, bu qutunun ölçüləri nə qədər olmalıdır? Bunu göstərəcək. Yəni, en, uzunluq və hündürlüklər. Bu modelimizin eninin, uzunluğunun, hündürlüyünü ilk olaraq göstəririk. Deməli, başlayırıq bundan. Bu modelimizin eni və uzunluğunu bu görünüşdə göstərirəm. Burada klik elədiyiniz zaman belə bir ikon çıxır. Bu ikon sizə biraz sildim bu şəkildə. Bu ikon sizə rahatlıqla hara qoymaq istəyirsinizsə bu şəkildə köməklik edir. Məsələn, buna klik elədiyim zaman bura qoyacaq. Və ya buna klik edib bu ikona uyğun olaraq yerləşdirmək istəmirsinizsə, biraz uzaqlaşdırın. Sonra təzədən istədiyiniz yerə gətirib qoya bilərsiniz. Burada rahat olun. İstədiyiniz kimi bunu hərəkət elətdirə bilərsiniz. Bu şəkildə sağa, sola, yuxarı, aşağı fərqi yoxdur. Daha sonra bunların istiqamətlərini dəyişə bilərsiniz. Yəni, bu oxların istiqamətlərin. Oxun bu ucundan aşağı hissəsində, bitişində belə bir nöqtə var. Nöqtəyə gəlib klik eləsəniz, oxun istiqamətini dəyişəcək. Yenə gəlib buna klik eləyib. Buna klik eləsəniz, oxun istiqaməti yenə bu şəkildə dəyişir. En uzun verildi. Daha sonra nə verilməlidir? Ümumi hündürlük verilməlidir. Gəlib ümumi hündürlüyü də buradan verə bilərəm frontdan. Çünki topdan mənim ümumi hündürlüyüm görsənmir. Front view'dan gəlirəm Smart Dimension seçib, buradan bura qədər ölçümü bu şəkildə verirəm. 40 olaraq bunu da verdim. Birinci stepimiz, step 1, belə deyək, tamamlandı. En uzun hündürlük. Bu şəkildə gedin ki, heç bir ölçü yaddan çıxmasın. İkinci nədir? İkinci isə bizim burada feature'larımız var. Əgər unutmamışsınız. Məsələn, mən sizə deyirdim ki, feature'lardan istifadə edərək çəkim edin. Çünki texniki rəsmdə çox köməkliyi olacaq sizə. Feature'larımız nədir? Boss Extrude 2 dənə, bir dənə də Cut Extrude. Bizim feature'larımızın ölçüləndirməsini eləyəcəyik. Özlüyündə ölçüləndirməsini. Bunun location'ların deyil, özlüyündə ölçüləndirməsini eləyəcəyik. Yəni, demək istədiyim nədir? Birinci altdakı feature'dan başlayaq. Step by step gedək. Altdakı feature'un ölçüləndirməsi varmı? En uzun varmı? Var. 100. Zaten overall dimension'dan eynidir. Hündürlüyü verilir mi? Verilməyib. Gəlin, həmən hündürlüyü verin. Bu şəkildə qoyun. En uzun hündürlük bitdi. Daha sonra ikinci feature'umuza keçirik. İkinci feature'umuz nədir? Budur. Bunun en uzun nədir? Gəlin buradan verin. 60. 60. Bu şəkildə verdim. Daha sonra hündürlüyü nədir? Hündürlüyünü də buradan verə bilərəm. Çünki top view'dan görsənmir. Bu şəkildə hündürlüyünü də verirəm. Bunları biraz daha səliqəli eləsəniz əla olar. Anlaşılır olsun deyə. Çünki unutmayın, qarşıdakı insan bunları oxuduğu zaman sadəcə modeldəki ölçülərə baxaraq emalat edəcək. Siz onunla heç bir şəkildə danışmayacaqsınız. Sadəcə bu şəkil üzərindən bir-birinizlə əlaqə quracaqsınız. Onun üçün texniki rəsmə mühəndislərin dili deyirlər. Yəni, mexanika mühəndisi sənaye mühəndisi ilə, sənaye mühəndisi manufacturing injinerinə, manufacturingdə olan adam civil engineeringdən fərqi yoxdur. Bir-biri arasında əlaqə üçün bu texniki rəsmdən istifadə edirlər. Bu texniki rəsmdəki ölçüləndirmə ilə bir-birinə nə etmək istədiyini anlatırlar. Onun üçün bu yeni bir dil olaraq düşünüb o şəkildə mühəndislərin dili olaraq öyrənmək lazımdır. Bu da nə qədər səliqəli və daha yaxşı, yəni məsələn bir dildə nə qədər səlis danışsanız o qədər daha yaxşı olacaq. Qarşıdakı daha yaxşısı başa düşürsə, texniki rəsmdə də nə qədər səliqəli iş görsəniz, qarşıdakı insan o qədər sizi daha rahat anlayacaq və unutmayın ki, buna baxan usta gündə 200-300 dənə texniki rəsm oxuyur ən az və çox yorulurlar. Biz də maksimum dərəcədə yaxşı bir texniki rəsm çıxarmalıyıq ki, işçilər arasında
maksimum dərəcədə bir-birimizi anlama prosesini daha da irəlilədək. Davam edək. 60-60 en uzun verildi. Hündürlüğü de 20. Bu şekilde. Daha sonra üçüncü nədir? Üçüncü gördüğünüz kimi bizim extrude katımız var. Bu da feature'dır. Bunun indi ölçülərini vermək lazımdır. Gəlirəm bura. Burada bunun ölçülərini görürəm. Gəlirəm en yenə və uzunluğu. Bu şekilde veririm. Unutmayın ki bizim modelimizde olan ölçüləri bizim modelimizdən çöldə vermək çox önəmlidir. Çünki bu sadə part ola bilər indi. Amma gələcəkdə kompleks partlar gördüyünüz zaman, yəni bu kompleks partların ölçülərini bu şəkildə içəridə verdiyiniz zaman bizim modelimizin nəyə oxşadığı biraz çətinləşir. Çünki nə qədər içəridə xəttlər çoxalırsa artıq real bu xəttlərdən ayırmaq çətinləşir. Gördüyünüz kimi Smart Dimension xəttləri daha nazik olur. Amma buna baxmayaraq 5-6 dənə Smart Dimension bir-biri içərisinə girdiyi zaman bu xəttlərə oxşama başlayır və bunu istehsal edən adam artıq qarışdıra bilir ki bizim modelimiz nəyə oxşayır. Təbii ki illərin təcrübəsi olan ustalar, mühəndislər, manufacturing injinerlər bunlar rahatlıqla anlaya bilirlər. Sadəcə biz hər kəsi düşünərək burada düzgün şəkildə model verməliyik ki kimin qarşısına çıxacağınız bilinmir. Gələcəkdə fərdi proyektlər götürə bilərsiniz. Bu fərdi proyektlərdə maksimum dərəcədə qabaqdakı klientin məsələn başa düşəcəyi tərzdə texniki rəsm verdiyiniz zaman hər zaman sizinlə iş görmək istəyəcək. Belə deyək. Bu dimensionları verdiyiniz zaman çalışın ki dimensionları bir yerə yığmağa çalışın. Məsələn burada 60'ı burada verməyin. Çünki 60'ın ən yaxşı göstəriləcək yeri buradır. Məsələn 40'ı burada göstərmək olmur zaten. Məsələn amma dərinliyi var burada. Dərinliyi məcbur şəkildə burada verməliyik. Top view'da heç cür verə bilmirik. Onun üçün biz front view'dan istifadə edirik. Hər şeyi top view'da göstərə bilirdiksə top view'dan da istifadə edərdik. Amma texnik rəsmdə daha çox bir view'dan daha çox iki view ən azı göstərilməlidir ki bu modelin nəyə oxşadığı bilinsin. Burada extrude katın eni uzunluğu verildi. Gördüğünüz kimi ama hündürlüğü verilmiyor. Burada da hündürlüğü görsənmir. Burada nə etmək lazımdır? Hidden line'ları göstərmək lazımdır. Gəlirik bura. Klik edirik. Sonra gedirik buradan. Hidden line'ları keçid edirik. OK basırıq. Artıq hidden line'larımız görsənir. Gəlirik Smart Dimension'dan buradan dərinliyi veririk. Bu şəkildə dərinliyi verdiyimiz təqdirdə artıq bizim feature'larımızın da ölçüləri bəlli olur. Keçirik Step 3'ə. Step 3 nədir? Bizim feature'larımızın ölçüləri bəllidir, amma location'ları bəlli deyil. Yəni sən buna simmetrik olduğunu deyə bilərsən, çünki bunu model edən sənsən. Amma manufacturing engineer bunun, yəni bu xəttin buradan nə qədər məsafədə olduğunu bilmir. Bu feature'ın nə qədər məsafədə olduğunu bilmədiyi üçün buna avtomatik olaraq simmetrikli olub olmadığını deyə bilməz. Hal-hazırda biz simmetrik bir model dizayn edə bilərik. Amma ola bilər ki 1 milli sağa sola fərqli şəkildə dizayn olunan bir şey ola bilər. Yəni bu tam mərkəzdə olmaya bilər. Bunu 1 milli sağa dizayn etmək olar. Bunu bildirmək lazımdır. Bunu qarşı tərəf anlayacaq deyə düşünüb bu şəkildə davam etmək lazım deyil. Bu necə bildirəcəyik? Əvvəlcə başlayaq. Yenə eyni funksiyalarla feature'ların location'larına baxacağıq. Bizim birinci feature'umuz 100, 100 və 40 idi. Bunun location'a ehtiyac var mı? Yox. Ehtiyac yoxdur. Çünki bizim modelimizi tanımlayan zaten budur. Bunun hansı location'ı var? Məsələn, yuxarıdan 20 location var. Bu da zaten verilib. İkinci feature'umuza keçək. İkinci feature'umuzun location'lar lazımdır bizə. Məsələn, buradan bura qədər olan ölçüsü. Birinci, horizontalda baxıram bunun ölçülərinə. Bunu da step by step ayırıram. Bunu 20 olaraq bura gətirib qoyuram. Artıq buranı 20 olaraq verməyə ehtiyac yoxdur. Çünki bura 100 verilib. 60, 20, bu 20 olaraq olacağı bəllidir zaten. Ehtiyac yoxdur gəlib daha oranı da verməyə. Bunu verdiyimə görə artıq horizontalda bunun ölçüsü vermiş olur. Amma vertikalda verilməyib. Bunun da 20 olduğunu garanti deyil. Burada göstərməmişsinizsə 20 olduğunu bilmək yəni çətindir burada. Sizin açınızdan bəlkə rahat ola bilər. Amma qarşıdakı tərəfi
yəni düşünərək bunu vermək lazımdır. Düzgün texniki rəsm metodikası budur. Bu şəkildə verdiyimiz təqdirdə feature'umuzun ölçüsü verilmiş olur. Gəlib hündürlükdən də baxırıq. Heç bir sıxıntı yoxdur. Hündürlük zaten verilib, ümumi ölçü verilib, artıq ehtiyac yoxdur. Smart Dimension'dan gedirik. Bunun yəni içəridəki extrude katın dimensionları verməyə. Dimensionlarda dediyim kimi bunların elə bil ki locationları olaraq düşünün. Gəlib buradan buna da klik edib ölçü verə bilərsiniz və ya ən çöldən də verə bilərsiniz. Buna klik edib bu şəkildə qoya bilərsiniz bura. Yenə gəlib buradan bura klik edib bu şəkildə qoya bilərsiniz. Dediyim kimi ən yaxşı yol özünüzü bunu yenidən dizayn eləyirmiş kimi düşünün. Əgər bu 10 ölçüsü verməsə, bunun tam mərkəzdə olduğunu bilmək olmur bəzən. Yəni bu 10 ölçüsü verilməli ki, tam mərkəzdə olduğu aydın olsun. Yenə dediyim kimi burada 10 ölçüsü artıq verməyə ehtiyac yoxdur və ya burada 10 ölçüsü verməyə ehtiyac yoxdur. Bu şəkildə bizim modelimiz tamamlanır və düzgün şəkildə modeli tamamlamaq belə olur. Daha sonra nə etməliyik? Bu modeli tamamladıqdan sonra save etmək lazımdır. Gəlib burada save as desəniz, belə bir ekran çıxacaq sizə. Bunu heç dəyişmədən bu şəkildə save eləyin. Yəni adı, modelin adıyla texniki rəsmin adı tamamilə eyni olmalıdır. Bu çox önəmlidir. Həqiqətən bunu yadda saxlayın. Ən önəmli hissələrdən biri budur. Modelimizin adıyla texniki rəsmimizin adı tamamilə eyni olmalıdır. Onun üçün burada bir nöqtə belə dəyişmədən save eləyəcəm. Və ikinci bir nüans, bunlar eyni faylın, eyni papkanın içərisində olmalıdır. Ayrı-ayrı yerlərə atmayın, yoxsa açmaz. Məndə eyni papkanın içərisini açır. Avtomatik olaraq save eləyəndə zaten eyni papkanın içərisini açır. Burası save eləyirəm, eyni adda. Bu şəkildə tamamlayıram modelimi. Keçək indi ikinci modelimizə. İkinci modelimizi bu şəkildə açdım. Yəni 3D formatda açdım hal-hazırda. Buradan yenə texniki rəsmə keçidi sizə göstərirəm. Bir daha göstərəcəm. Çünki dediyim kimi bu texniki rəsmə buradan keçməyiniz daha önəmlidir, daha yaxşıdır, daha tezdir. Gedirəm buradan. Yenə dediyim kimi New'un yanında klik edirəm bu ikona. Make Drawing deyirəm. Bu şəkildə drawingim açılır. Daha sonra ilk etməm gerəkən şey nə idi? Front view. Front view'nu gətirirəm. Bu şəkildə qoyuram həmən. Sonra nə etməliydim? Bundan top view və right view'nu çıxarmalıydım. Bu şəkildə bunu çıxardım. Hazır qoyuram. Daha sonra ölçüləndirməni eləyəcəm. Ölçüləndirməni eləyərək də view'ları belə göstərə bilərsiniz. Baxa bilərsiniz ki, bu view çox önəmli deyil. O şəkildə silə də bilərsiniz. Bizim izometrik view'umuzu məsələn göstərmək yaddan çıxdı. Onu necə yenidən göstərə bilərik? Buna klik eləyin. Move hissəsinə klik eləyib. Daha sonra Drawing'e geçsəniz Projected View var. Buna klik eləyib bu şəkildə yenə onu aktiv hala gətirə bilərsiniz. Auto Start Projected View'nu bu aktiv hala gətirir. Bu şəkildə gətirib qoya bilərsiniz və ya daha qısa yol nədir? Bura klik elədiyiniz zaman zaten burada o ikon çıxır. Projected View. Bura klik eləyib bu şəkildə qoya bilərsiniz. Daha sonra bunu gətirib uyğun bir yerə qoya bilərik. Məsələn, gətirək bura qoyaq elə. Həmən rəngləndirək bunu. Bu şəkildə rəngləndirirəm. Okey, əla. Yavaş-yavaş ölçüləndirməmə başlayıram. İlk ölçüləndirməm nə idi? Mənim overall ölçüləndirməmi qoymaq lazımdır. Mən baxdığım zaman birinci top view'da mənim hər hansısa bir ölçüləndirməmə ehtiyac varmı? Onu birinci baxmaq lazımdır. Bunu overall dimension'dan sonra qərar vermək daha yaxşıdır. Belə deyək. Məsələn, gələk birinci overall dimension'ımızı eləyək. Smart dimension'a girirəm. Məsələn, birincini bura qoyuram. Çalışın over dimension'ları bir view üzərində göstərin. Maksimum 2 view. Və məsələn, buradan belə göstərə bilirəm. Birinci view'un üzərində 2 dənəsini göstərirəm. Paylamayın yəni. İkinci view'da gəlib bunun enini göstərirəm. Bu şəkildə. Yəni, en, hündürlük, ya da belə deyək. Buradan en deyək. Uzunluq, bu da hündürlük. Overall dimension'ları bu şəkildə verirəm. Belə qoyuram.
Daha sonra baxıram ki top view'da göstərilə biləcək bir dimension yoxdur. Çünki burada dimensionlar yavaş-yavaş verməyə başladıkca onlar bəlli olacaq. Sonra keçirəm feature'lara. Onların ölçülərini verməyə. Burada bir cut extrude'um var burada gördüyünüz kimi. Bu cut extrude'un ölçülərini verməyə çalışım. Gəlirəm yenə. Özünüzü çox çətin hesabı kompleks şəkildə düşünməyim. Başlayın ölçüləndirmə verməyə. Lazım olmayanları silə də bilərsiniz sonradan. Ölçülərimi verirəm. Məsələn, mən bunu horizontal və vertikal olaraq ayıracağım. Horizontalda başlayıram ölçüm verməyə. Buradan, yəni vertikalda belə deyək, buranın ölçüsünü verirəm. Bu xəttin ölçüsünü verirəm. Gəlib bura qoyuram və bu xəttin ölçüsünü verirəm. Baxıram ki, bunu da gətirək, eyni hizaya qoyaq. Baxıram ki, horizontalda, vertikalda başqa bir ölçü verməyimə ehtiyac qalmadı. Sonra gəlirəm, bu şəkildə olan ölçüləndirməmi edirəm. 30 bura verilib zaten. Gəlib buranın ölçüsünü 20 verə bilirəm. Sonra buranın ölçüsünü verə bilirəm. Bunu aşağıya qoyaq, modelin içərisinə qoymamaq üçün. Daha sonra qaldı buranın ölçüsü. Buranın da ölçüsünü bu şəkildə verək, line'ın. Vəssalam. Bunu biraz yuxarı çəkək. Bu şəkildə qoyaq. Buranı həmən düzəldək. Elə eləyim ki, ölçülərimiz title bloka falan dəyməsin ki, rahat bir şəkildə görsənsin və qarşı tərəf bunu anlaya bilsin. Burada elə hər şey səliqəli görsənə bilər, amma bu printerdən çıxdığı zaman bu xəttlər qalın xəttlər olaraq göstərilib. Bu tamamilə bunu bağladığı zaman, məsələn bu ölçünü bağladığı zaman bu ölçünün nə olduğu aydın olunur. Sizə göndərdiyim şəkillərdə də elə xətalar var. Okey. Bunu bu şəkildə verdik, feature'ları. Artıq bunun location'ın verməyə ehtiyac yoxdur. Çünki o location'lar da ortaya çıxır. Tamamilə kəsilir və istiqamət də buradan götürülür. Biraz qabağa falan çıxıb eləməyib. Bu şəkildə bunu edə bilərsiniz. Mən bunu verdikdən sonra top view'un mənə çox bir faydası dəyməyəcəyini görürəm. Çünki overall dimensionlar, daha sonra bu ölçüləri falan da buradan hamısını verdiyim üçün top view'da da başqa bir şey göstərmədiyi üçün gəlib top view'umu buradan silirəm. 2 view'umu saxlayıram burada. Bunları biraz yuxarı çəkə bilərəm. Bu şəkildə. Daha sonra bunu da bura qoya bilərəm bu şəkildə. Tamam. Bu extrude'umun extrude katımın ölçülərini verdiyimə görə artıq keçirəm front view'dan görsənən extrude katın ölçülərini verməyə. Yenə eyni formatda gəlirəm. Bu şəkildə və bu şəkildə yenə ölçülərimi ayırıram. Burada yenə gəlib ölçümü buradan bura qədər belə də verə bilərəm. Daha sonra bunlara ayrı-ayrı da bu şəkildə göstərə bilərəm. Bu şəkildə göstərə bilərəm və ya gəlib 15 də silə bilərəm. Yəni bunlar varsa ehtiyac olmaya bilər. Bu şəkildə də saxlaya bilərəm. Əgər kompleks bir model deyilsə, problem deyil. Referans olaraq saxlayıram ki, daha yaxşı anlasınlar. Çünki gələcəkdə ola bilər ki, bu 13.72 ola bilər, bu da 9.25 ola bilər. Yəni, gəlib ümumi ölçünü hesablamaqda çətinlik çəkə bilər. Yəni, elə bir hesablama falan vermədən bunu da göstərirsiniz ki, bir də gedib onu hesablama. 10 dənə belə model olsa, hər dəfə gedib onun hesablamasını eləyib vaxt itirəcək və əlavə olaraq yorula bilir qarşı tərəf. Sonra gəlirəm, bu şəkildə ölçüləndirməm qutardığına görə gəlib bunu bu şəkildə ölçüləndirməm verirəm. 25'i bura qoya bilərəm və ya yuxarıya da qoya bilərdim. Sonra buranın ölçüsünü verə bilərəm. Daha sonra buranın ölçüsünü verə bilərəm. Bunların ölçüsünü verin. Tamamilə də ortadadır deyib 5 ölçüsünü verməməzlik etməyin. Məsələn, deyə bilərsiniz ki, 5 ölçüsünü verməyin, 25'dən 15 çıxsın, 10 eləsin, sağda, solda 5'dir. Tamam, onu siz deyirsiniz, amma qarşı tərəf sağın da solun da 5 olduğunu bilmir. Bəlkə bura 4'dür və ya 4.9'dur, burada 5.1'dir. Onun əminliyini verə bilməzsiniz. Modeldən elə görsənə bilər, amma gözlə görünməyib çox kiçik ölçüləndirmələrdə qabaqda görəcəksiniz. Bu şəkildə verib bitirdikdən sonra artıq modelimin positionları verməliyəm. Yəni, belə deyək, burada positionlar yox idi, locationlar verməyə ehtiyac yox idi, amma burada var. Çünki bunun tam simmetrik olduğunu bilmirik. Gəlirik, onun üçün buradan bura ölçünü ən azından birim verməliyik ki, onu versək bəs eləyir məsələn. Sadəcə onu verməklə bu şəkildə ölçünü qoya bilərik. Bu 5'i yenə çəkib bura qoya bilərsiniz. Bu modelin içərisi deyil.
kəsim hissəsidir. Və ya çölə çıxardıb bu şəkildə də qoya bilərsiniz. Bu şəkildə qoymaq daha yaxşıdır. Hamısı bir yerdə olduğu zaman daha aydın şəkildə, bu emalatda olan insanlar daha aydın şəkildə görə bilir bunu. Dediyim kimi bu emalatda olan təcrübələrimdən irəli gəlir. Daha rahat görə bilirlər, daha rahat bu texniki rəsmi oxuya bilirlər. Bu da bu şəkildə. Ümid edirəm bununla da əlaqəli sualınız yoxdur, varsa həmən cavablandırmağa hazıram. Okey, tamam. O zaman bunu da save eləyək. Yenə eyni proses. Save as deyib və ya save də deyə bilərsiniz. Pramoy. Save deyib, gəlib bunu eyni adda, yəni modelimizlə eyni adda save eləyirik, heç bir şey dəyişdirmədən. Bundan sonra keçək üçüncü modelimizə. Üçüncü modelimi də yenə bu şəkildə açdım. Yenə buradan drawing'e keçid eləyəcəyik. Bu drawing'in sağ klik eləyib open drawing deyə bilərsiniz. Əgər drawing varsa bu şəkildə. Drawing'i yoxdursa belə bir pəncərə açılacaq sizdə. Məsələn, əvvəlki modellərimizdə drawing olduğu üçün gəlib modelin üzərinə sağ klik eləyib open drawing deyə bilərsiniz. Bu modelə biz yenidən bir drawing create eləyək. Make drawing deyirik from part or assemble. Yenə eyni üsul, heç bir fərqi yoxdur. Avtomatik olaraq bizim şablon səhifəmizi gətirəcək bizim qabağımıza. Daha sonra front view-nu gətirib qoyuruq. Top view çıxacaq oradan. Top view-nu qoyuruq, right-ı qoyuruq, izometriki qoyuruq diagonalına. Bu şəkildə tamamlayırıq. Front-la right tamamilə eyni olub və kompleks model olmadığı üçün bunu silirəm buradan. Bu şəkildə. Daha sonra gətirirəm, bunları biraz hizalayıram. İzometriki həmən rəngləndirirəm. Dediyim kimi step by step gedin çalışın. Əvvəlcə view'ları qoyub, hər şeyi qərarlaşdırın. Ondan sonra dimension verməyə başlayın. Tələm-tələsik dimension verək, həmən bitsin. Bu şəkildə eləməyə ehtiyac yoxdur. Okey, burada nə edəcəyik indi? Sizdə açıldığı zaman həmin bu gördüyünüz çevrələrə bu şəkildə xəttlər qoya bilər. Bunu qoymaya da bilər. Bunu silək indi. Məsələn, bu şəkildə də gələ bilər. Ctrl-Z ilə geri gətirirəm. Bu avtomatik olaraq SolidWorks-ün burada extrude cut var və bu məsələn şeydir, çevrədir. Bunu algılayıram və drawing-də də avtomatik olaraq qoyacam özəlliyidir. Bunu qoymaya bilir dediyim kimi, qoymazsa əgər və bu şəkildə eyni hizada olan çevrələri göstərmək üçün sizə bir üsul deyəcəm. Burada annotation hissəsi var. Bizim Smart Dimension'ımızı elədiyimiz hissə. Buradan gəlib center markı seçsəniz və center markaları avtomatik olaraq bir-bir bu şəkildə verə bilərsiniz. Sizə dediyim kimi bu center markın özəlliyi bunun çevrə olduğunu göstərməkdir. Məsələn, burada da bir çevrə var. Bunu da gəlirəm qıraq, məsələn, qıraq çevrənin belə deyək, xəttinə klik elədiyimiz zaman avtomatik olaraq mərkəzinə bu şəkildə qoyur. Burada dediyim kimi, bu çevrələr arasında məsafənin eyni olduğunu mümkün deyil. Məsələn, belə gözlə siz qərar verəsiniz. Belə deyək də, məsələn, Smart Dimension'a geçsəm, bu çevrə ilə bu çevrə arasındakı məsafə 58 isə biz deyə bilmərik ki, bununla da bunun arasındakı əlaqə məsafə 58-dir. Gəlib bunu da vermək məcburiyyətindəyik. Smart Dimension'dan gəlib bununla bunun arasındakı məsafəni də vermək məcburiyyətindəyik. Amma bunun düzgün yolu nədir? Məsələn, mən birim vermək istəyirəm və bildirmək istəyirəm ki, bunlar arasındakı məsafə də 58-dir. Bunu necə eləyəcəyik? Həmən bunların hamısını silək. Buradan center marka gəldiyiniz zaman burada center markda birli və çoxlu var. Biz çoxlunu seçirik və bura klik eləyirik birinciyə. İkinciyə klik elədiyimiz zaman bunlar arasına bir center line çəkir. Yəni demək istəyir ki, bunlar eyni hizadadır. Burada klik elədiyiniz zaman yenə eyni hiza. Burada klik eləyirsiniz və eyni hiza. Bunu bu şəkildə bildirə bilərsiniz. Amma mərkəzdəki eyni hizada deyil deyə bunu birli eləyirəm. Və bu şəkildə qoyuram, OK basıram və modelimizi bu şəkildə center line-larla göstərib düzgün metodika ilə indi Smart Dimension verə bilərik. Tamam, indi yavaş-yavaş başlayaq. Əvvəlcə nə edirdik? Overall Dimensionlar, Smart Dimension'a gedirəm. En uzunluğu burada göstərəcəm, 90.
Buradan da gəlirəm. Səhvliyi ilə çevrələrin ölçüsünü, deşiklərin ölçüsünü verdim. Smart Dimension'a gedirəm. Bu şəkildə. Bunların ölçüsünü verdiyimə görə hündürlüyü lazımdır. Hündürlüyü də məcbur frontdan göstərməyə məcburiyyətindəyəm. Burada da 50 verirəm və overall dimensionlarım mənim bitdi. Daha sonra feature'lara keçirəm. Bunun feature'ları əvvəlcə. Bunun feature'larında 90-90 ölçüsü okeydir. Daha sonra bu ölçü lazımdır bizə. Çünki bu ölçü verilməyib. Smart Dimension'a gəlib bunu verirəm. Feature'un hündürlüyü. Bunu gətirib burada çəkə bilərsiniz. Heç bir fərqi yoxdur. Belə də qoya bilərsiniz. Bu şəkildə saxlaya da bilərsiniz. Belə deyək. Okey. Bunu da verdiyimə görə okey, bircə dəqiqə. Okey, bunu da verdiyimə görə daha sonra keçirəm üçüncü bir feature'ma. Amma burada yaddan çıxarmayın ki, biz bunun feature'larını əslində tamamlamamışıq. Yəni dimension'ları tamamlamamışıq. Səbəb nədir? Bunun en uzun hündürlüyü ola bilər. Məsələn, en uzunu buradan zaten 90'da hündürlüyü də 12'dir. Amma fillet'ı verməmişik məsələn. Burada fillet'ı necə verəcəyik? Smart Dimension'dan yenə eyni üsul. Gəlin fillet'a klik eləyin. Bu şəkildə 16 olaraq qoya bilərsiniz fillet'ı. Bunu 4 yerə şamil eləyə bilərsiniz. Girib bir-bir seçə bilərsiniz və ya gəlib buna klik eləyin. Ən doğru üsul budur. Buradan qabağına 4x yazın. Böyük X yazın bu şekilde ve ara koyun. Ve OK bastığınız zaman bunun 4 tane olduğunu bildirirsiniz size otomatik olarak. Daha sonra ne yapmak lazımdı burada? İkinci feature'umuza geçmek lazımdı. Ortadaki hisse. Ortadaki hisseni yine Smart Dimension'dan buradan verebilirsiniz. Çevre olarak. Böyle, bu şekilde verebilirsiniz. Veya gelip buradan da verebilirsiniz. 45 verseniz. Gördüğünüz gibi bunun qabağında diametr işarəsini koyur. Yani bu normal ölçü değil. Bu diametrdir. Onu bildirir. Okey. Bu da bu şekilde koyduğumuza göre keçirik en sonuncuya. Buradan Smart Dimension ölçüsünü veririk. Gəlirik buradan bu şekilde veririk. Şimdi burada size bir üsul diyeceğim ki ondan istifadə etməyiniz daha yaxşıdır ki dimensionları düzgün şekilde gösterip karşı tarafa daha yaxşı izah edəsiniz. Çünki bunun dərinliyi falan tam olaraq bilinməyə yəni hardan kəsilib, nə qədər gedib içəri, bunlar haqqında məlumat vermək biraz daha çətin olduğu üçün və biraz daha qarşıdakı insanı çox çətinliyə salmadan ölçü verməyimiz düzgün metodik olduğu üçün belə bir şeydən istifadə edə bilərik. Məsələn, gəlib burada drawing hissəsində section view deyə bir hissə var. Section view nə idi? Həmən bura gedək. Yadınızdadsa sizdə də belə ola bilər. Ctrl-Q bastığımız zaman avtomatik olaraq geriyə dönəcək. Burada section view var idi. Buna klik elədiyiniz zaman bu şəkildə modelimizi kəsirdi. Frontdan, topdan fərqi yoxdur. Bu şəkildə kəsirdi. OK bastığınız zaman bu şəkildə için görə bilirdiniz. Hal-hazırda mən də modelimdə bunun içərisini görə bilmirəm. İçərisini görə bilmədiyim üçün section view-dan istifadə edib, section view-ya klik edib, belə deyək. Solda və sağda fərqli kəsim istiqamətləri var. Mənə bu kəsim lazımdır. Gəlirəm buradan bu şəkildə ortasına klik edirəm. Tam ortasından kəsəcəm. OK basıram. Bu şəkildə section view çıxardır mənim üçün. Section view-nun məntiqi nədir? Yəni, bu modeli tam ortadan kəsirsiniz top view-dan və aşağı hissəni atırsınız. Oxun baxdığı istiqamətdə burada dayanıb bu modelə baxırsınız və belə bir görünüş görürsünüz. Yəni qaydaq həmən top view-muza keçid eləyək. Top view-muzda eynidir. Buranı kəsib atmışıq və burada dayanıb gəlirik bu şəkildə modelimizə baxırıq və belə bir görüntü çıxır və eyni ilə bizdə də bu şəkildə çıxır. Bunu özünüz sınayıb daha yaxşı anlaya bilərsiniz. Bunun istiqamətini dəyişmək olur. Bura klik edib flip direction deyib bu şəkildə eləyə bilərsiniz. Bu da yenə eyni məntiqdir. Buna space bastığınız zaman yəni bu gəlib tərsinə dönüb hal-hazırda bu aktivdir deyə məndə. Belə bir görüntü alır. Belə deyək. Belə bir görüntü alır. Bundan təbii ki çox istifadə eləməyəcəksiniz. Əsas önəmli olan çünki burada tərsinə olmanı istəmirik biz. Bizə düz şəkildə göstərsin. Gəlib onun üçün bura klik edib flip
direction deyirik. Bu şəkildə bəs edilmişsə. Artıq biz burada deyil, burada göstərməyimiz daha məntiqli olar ölçülərimizi. Onun üçün bunları silirəm həmən. Front view'mu da silirəm. Çünki artıq ehtiyac yoxdur. Bu şəkildə qoyuram. Deyə bilərsiniz ki, front view'm yoxdur. Olmaya bilər, sorun deyil. Əslində bu sizin front view'nuzdur, amma section front view'nuzdur. Bu şəkildə də göstərə bilərsiniz. Əsas odur ki, ilkin mərhələdəki stepləri gedin ki, bu stepləri gedin ki, yəni bunu qoyun birinci, hər şey düzgün şəkildə gəlsin. Buradan view'lar yaradın. Ən düzgün metodika budur. Gələcəkdə də bunu daha yaxşı anlayacaqsınız. Burada center'ımızı göstərdiyimiz kimi burada da göstərə bilirik. Burada isə center line-dan istifadə edib çöl xəttlərini seçib bu şəkildə mərkəzinə center line qoya bilirik. Bunu istəsəniz böyüdüb bu şəkildə kiçildə bilərsiniz. Uzunluğun uzada bilərsiniz, belə deyək. Yenə section view-ma getsəm, buradan da bir kəsit ala bilərəm məsələn. Bura klik eləsəm, OK bassam, gətirib burada belə bir kəsit də qoya bilərəm. Bundan da istifadə edə bilərsiniz. Hal-hazırda mən buradakı deşikləri də görə bilirəm. Gəlib burada center line-ından istifadə edib, yenə bunları bu şəkildə göstərib, OK basa bilərəm. Bu şəkildə. Amma bu ehtiyac olmayacaq bizə. Səbəbini də qabaqda indi göstərəcəm. Niyə? Deməli belə, buradan indi göstərsək ölçülərimizi daha uyğun olar. Gəlirik burada əvvəlcə bu ölçümüzü qoyuruq. 50. Sonra bizim bu ölçümüz var idi. 12 ölçümüz bura qoyuruq. Daha sonra nə etməmiz lazımdır? Bunun ölçüləri var idi. Bunu da gəlib buradan verə bilərik artıq. 45 ölçüsünü bu şəkildə verə bilərik. OK. Sonra burada gördüyünüz kimi cut extrude var. Cut extrude da yenə buradan artıq görə bilirik. Bu şəkildə verə bilərik. Bu arada bunun hündürlüyünü vermək yadımızdan çıxdı. Cut extrude'un hündürlüyü bunu buradan verə bilərik. Məsələn, cut extrude'un deyil də boss extrude'un bunun hündürlüyü. Buradan məsafəni verməliyik. Smart Dimension'dan həmən verək bunu. Buradan verib bura qoya bilərik. Biraz daha rahat görsənsin deyə. OK, bu şəkildə. Daha sonra nə edə bilərik? Bunun dərinliyini verə bilərik. Deyə bilərsiniz ki, tamam bu sonuna qədər kəsilib burada görsənir. Xeyr, burada 1 milli, 0.1 milli də məsafə ola bilər və onu görə bilməz qarşı tərəf bəlkə də. Bunu necə göstərəcəyik? Bunu göstərməyin bəsit bir yolu var. Həmən bunu göstərim. Burada Smart Dimension'dan gəlib bunu seçib bu şəkildə verməyin. Bu şəkildə versəniz 30 olaraq göstərib dərinliyini falan vermir. Bunu silin. Buradan deşiklər üçün Whole Cloth seçeneği var. Bunu seçin. Daha sonra gəlin. Yəni deşikdirsə əgər. Klik eləyin. Boss extrude'la deyil. Deşiyə klik eləyirəm və True deyir burada gördüyünüz kimi. Yəni tamamilə kəsin bunu. Sən gəlib bu modelimizdə dəyişsək. Bu arada modeldə nə dəyişirsə avtomatik olaraq bizim texniki rəsmdə də dəyişir. Bunu yaddan çıxarmayın. Gedirəm modelə keçid eləyirəm. Burada məsələn cut extrude'umu up to next eləməyəcəm indi. Bir ölçü verəcəm. Məsələn blind eləyirəm. Ölçüsü olsun. Tutaq ki 40. OK basıram. Gördüyünüz kimi tamamilə kəsməyib hal-hazırda. Belə baxaq. OK. Geri qayıdıram. Baxın məsələn bu ölçü dəyişdi avtomatik olaraq. True'dan keçdi 40'a. Yəni deyir ki 30 diametrli bir çevrəni buradan deş və 40 ölçüdə dərinlik gedir buna. Yəni bunun üsulu bu şəkildə olacaq. Mən gedirəm yenidən dəyişirəm. Modelimizdə up to next eləyirəm. Bu şəkildə up to next eləyirəm və modelimiz yenidən true'ya çevriləcək orada. Gördüyünüz kimi bu şəkildə. Yenə eyni bizim buradakı cut extrude'larımız var. Bu da eyni üsuldan Smart Dimension deyil. Whole Cloth'dan buna klik eləyirəm. Gördüyünüz kimi bu da true göstərir. Bunu gətirib burada qoya bilərəm. Bu true'nu yenə dəyişə bilirik. Bu tamamilə kəsdiyi üçün true göstərir hal-hazırda. Bir də bundan 4 dənə olduğu üçün buna klik eləyib qarşıdakına 4x yazıram. Sizdə burada bir pəncərə çıxacaq dəyişdirmək istədiyiniz zaman. Buna yenidən göstərmə
seçeneğine klik edip OK basın. Bir daha göstermeyecek pencereni. OK basıram. Bitti. Tamamıyla. OK, tamam. Gördüğüm kadarıyla burada artık yani bizim Cut Extrude ve Boss Extrude'ların özlerinin dimensionlarını verdik. Artık burada etmemiz gereken nedir? Bunların location'ların girmeydi. Location'larda yavaş yavaş başlayalım bunları vermeye. Location'lar necə göstereceğim? Əvvəlcə bizim Boss Extrude'umuz var. Bu kenardan ne kadar mesafəlidir? Bunu göstermek lazımdır. Bunu veririk. Diğer tarafı vermeye ihtiyaç yoktu. Bu 45 var ve ümumi ölçüsü zaten 90'dı. Oradan rahatlıkla anlaşılır. Simetrik olduğu anlaşılacak. Gelip bu içeriye düşməmək üçün bunu bu şekilde eləyirəm. Dediyim kimi printerdə çox belə qarışıq düşə bilir bu. Hal-hazırda çox səliqəli görsənsə də. Okay, bundan əlavə olaraq bunun məsələn hal-hazırda location'ı vermişəm. Location tamamlanım. Artıq keçirəm diğer feature'ların location'larını vermeye. Diğer feature neydi? Cut Extrude yine aynı mesafede olduğu için hiç ihtiyaç yoktu buna. Sadece bir de yattan çıkarmayayım ki ben buranın niye ölçüsünü vermirəm? Çünkü buranın ölçüsünü artık vermeye ihtiyaç yoktu. Diyebilirsiniz ki simetrik olduğunu necə bildik? Bu xətlə bildik ki mərkəzləri eynidir. Bu çevrələrin mərkəzləri eynidir. Gəlib buranın ölçüsünü falan vermeye çalışmayın artık. Okay. Yine gedirik üçüncüye, location'a. Location'da bunların bütün location'ları bitti. Artık benim bu 4 tane holumun location lazımdır. Buradan bura kadar olan ölçüm vermeliyim. Yani bu çevreler arasında buradan bura kadar 58. Gedib o biri tərəfdə vermirəm çünkü bu xət artıq mənə məlumat verir 58 olduğunu. Gəlib yuxarını verirəm 58. Okey. Bunu da bu şekilde koyup tamamlayıram. Daha sonra bunun kenardan olan ölçüsünü de vermək lazımdır. Smart Dimension'dan. Yani buradan bura kadar olan ölçüsü de bilməliyik. Çünkü bunun da tam mərkəzdə olduğunu bilmirik. Elə bir məlumat yoxdur əlimizdə. Və bununla bunun məsafəsini bu şekilde verirəm. Gəlib o biri tərəfləri verməyə heç ehtiyac yoxdur. Çünkü artıq 90'dan bu şekilde anlayabilirler. Çok qəliz belə şeyler olsa, ölçüler olsa o şekilde verebilirsiniz ama hal-hazırda hiç ihtiyaç yoktur. Tamam. Bu modelimiz de bu şekilde. Modelimizi de bu şekilde tamamlayabilirik. Dediğim gibi eğer modeli bitirmişsizsə ve modeli yoxlamaq istəyirsinizsə her şey düzdürmü? 3 metodikadan istifadə ederek, 3 stepten istifadə ederek modeli yoxlayabilirsiniz. Birinci step overall dimensionlar hemen yoxlayıram. 90 50 overall dimensionlarım okey. İkinci step bizim feature'ların öz dimensionları hemen yoxlayıram. 45 ölçüsü var. Bunun 38 ölçüsü var. Bu da doğru. Daha sonra başka bir şey yoktu. Daha sonra inirəm, keçirəm. Cut Extrude'ma 30 ölçüsü var. Əla. Ne kadar getdiyi bəllidir. True var. Hatta bu 30 ölçüsünü buradan da silebilirsiniz. Çünkü otomatik olarak buradan vermişik. Bu şekilde verilip tamamıyla getdiyi de bəllidir. Vəssalam. Ondan sonra geçirik buradaki hollara. Burada da mesela 16 ölçüsü görürəm, 4 tane olduğunu görürəm vəssalam. Bu da bitti. İkinci stepte bitti. Geçirik üçüncü step'e. Üçüncü stepte bunların location'larıdır. Birinci gedirəm bu extrude'a 22.5 location əla. Hiçbir problem yoktu. Daha sonra aslında gedirəm bunun cut extrude'una yine mərkəzlər olduğu için hiç ihtiyaç yoktu. Bunun hiçbir location olmayacak. Kalır bizim bu 4 holun location'ı 58, 16, 58, 16. Bunlar da verildi mi? Vəssalam. Bu arada bu da true olduğu için hiç ihtiyaç yoktu. 12 bunu belli edir. Bu şekilde modelimizi tamamlayabiliriz.